Bismillahirrahmanirrahim. Fitrə zəkatı barəsində yeni mövzumuz. Fitrə zəkatının miqdarı nə qədərdir? Və əgər təyinat varsa, həmən miqdar müqabilində pul ödəmək olarmı? Bu suallarımıza inşallah Allahın izni ilə aydınlıq gətirməyə çalışacağıq. İlk öncə fitrə zəkatının miqdarı barəsində olan mövzumuz. Fitrə zəkatının miqdarı 1 sa, yəni 3 kiloqram buğda, arpa, xurma, kişmiş, düyü və bu kimi qida məhsullarından olmalıdır. Diqqətimizdə olsun ki, öhdəmizə düşən bu vacib əməlin özümüzə bu miqdarlardan hansını təyin ediriksə, özümüzə hansını məsləhət, yəni rəva biliriksə, rəva bilməkli yəni ki, o məhsullardan, o qida məhsullarından özümüzə rəva bilib ondan həyat tərzimizdə istifadə ediriksə, yaxşı olar ki, fitrə zəkatı həmən bu qida məhsulların yaxşılarından təyin olunmuş olsun. Bəs fitrə zəkatını pul müqabilində ödəmək olarmı? Bu mövzuya gəlincə isə, fitrə zəkatı üçün təyin olunmuş məhsulların əvəzində həmin məhsulların qiyməti müqabilində pul ödəmək olar.